Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla sizin qarşınızdayıq. Getdikcə bizi izləyənlərin sayı artır və bəyənmələr, xoş sözlər, mən oxuyuram hamısını da bəyənmə işarəsi qoyuram. Öz kanalım olanda ürək də qoyuram, amma burada ürək qoymaq imkanı olmur. Ona görə hər birinizə minnətdaram. Düz 3-cü ildir ki, bu həftə, 3-cü ildir ki, siz hər həftə bizim mənim proqnozlarımı həvəslə dinləyirsiniz. Baxış sayı rekorddur bu kanalın içində. Ona görə hər birinizə minnətdaram. Biz iyunun 2-ci həftəsinin proqnozlarını sizə çatdıracaq. Yəni 8-14 iyun aralığı. Ümumən dünya üçün biraz narahatdır. Hərbi qarşıdurmaların artma ehtimalı yüksəkdir. Biz də olanı çatdırırıq. Həmişə sakit deyirik, amma bu dəfə biraz qarışıqdır. Amma ümumən fərdi qaydada işgüzar həftədir. Xüsusən də kökü keçmişə gedən işlərin həlli üçün bərpa olunması, hərəkətə gəlməsi, dirilməsi üçün çox münasib bir vaxt. Amma tək başına da bir işin öhdəsinə gəlmək çox çətin olacaq. Ona görə vəhdət və birləşim olmalıdır, kollektivçilik olmalıdır ki, gücləri birləşdirib hansısa bir hədəfə çatmaq olsun. Yəni bu həftənin bizə verdiyi ümumi mənzərə belədir. Ayrı-ayrı zodiak işarələrinin proqnozlarını da söyləyirəm. Qoç bürcü. 12-14 iyun aralığında kosmik durum bir qədər əleyhinizə olduğu üçün indidən özünüzü hazır tutmalısınız. Əslində hər zaman rastlaşdığınız negativliklər olduğu üçün öhdəsindən gələcəksiniz. Bunu bacarsanız həftənin qalan günlərində zaman xeyrinizə işləyəcək və böyük həyat mükafatı alacaqsınız. Maliyyə istiqamətində müsbət relsə düşməyi də bu həftədən gözləyə bilərsiniz. Buğa bürcü. Şənbə və bazar günlərində iştirakçısı olduğunuz situasiyaların əksəriyyəti gərgin fonla müşayiət olunduğundan bütün ciddi işlərinizi həmin günlərdə təxirə salmalısınız, yoxsa uğurlardan biraz kənar düşə bilərsiniz. Amma əvvəlki 5 iş günündə zaman tamamilə xeyrinizə cərəyan eləyəcək, böyük ideyalarınızın reallaşmasında fürsətlər silsiləsinə tuş gələcəksiniz. Əkizlər bürcü. Kifayət qədər düşərli bir zaman kəsi ilə keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınızda sadiq tərəfdaşlar toplamalısınız. Həm də öz bürcünüzün hakimiyyət dövrüdür. Hamıdan güclü, şanslı və enerjilisiniz. Ümid edirəm ki, buna müvəffəq olacaqsınız. Üstəlik də həftənin ən varlı bürcü də siz olacağınız proqnozlaşdırılır. Xərçəng bürcü. İlk növbədə səhhətinizə qayğı göstərin. Çünki yalnız sağlam bədəndə sağlam ruh olur. Ruh da sağlam olandan sonra bilirsiniz də dağı dağ üstə qoymaq olur. Həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Fikirləşin, görün, Allahın verdiyi ilə sizin özünüzün istədiyiniz üst-üstə düşür, yoxsa yox. Üst-üstə düşürsə nə gözəl. Bax, bu düşüncələr bu həftə sizi xilas eləyə bilər. Şir bürcü. Hər gününüzə şükür eləyin. Allaha vəsf eləyin, bədgüman olmayın. Ən az ona görə ki, ixtiyarınızda olan həftə ərzində sizi narahat edən əksər sahələrdə, qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz. Yalnız bazar ertəsi, yəni ayın 8-də xırda mübahisələriniz mümkündür. Bunun üçün təmkinli olmağınız kifayətdir. Qız bürcü. Yəqin bilirsiniz ki, əkizlər bürcündə hal-hazırda hakimiyyətdədir, onun dövrüdür və onun planeti olan Merkuri həm də sizin planeti, yəni sizin ikinizin planetinizdir. Bu da təbii olaraq sizə də qalan bürclərə nəzərən daha çox enerji verəcək, daha çox şanslar yaradacaq. Deməli, bütün vacib planlarınızı yavaş-yavaş həyata keçirməyə başlamalısınız. Şənbə və bazar günlərində isə maliyyə məsələləri ilə bağlı ehtiyatlı olun. Tərəzi bürcü. Bir qədər gərgin ərəfə olsa da proseslərə neytral şəkildə yanaşmaqla gözlənilən təhlükələri dəf edə bilərsiniz. 8-10 iyun aralığında istənilən riskli sövdələşmələrdən, köhnə qisasçılıq prinsiplərindən əl çəkin. Ümumiyyətlə, bu həftə qeyri-ənənəvi və riskli heç bir hərəkət eləməyin. Ayın 11-də, hətta 12-sində səfərə də çıxmaq olar. Əqrəb bürcü.
Risk etməyə lüzum yoxdur. Çünki hazırki durumunuz sizin əsəbi olduğunuzu göstərməkdədir. Əsəbi olanda da adam o normal, aydınlanmış hərəkətlər eləyə bilmir. Amma ailə sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək. Ayın 12-sində bir neçə daha doğrusu, ayın 12-sində bir neçə sürprizlə rastlaşacaqsınız. Ox atan bürcü. İlk 3 günü, yəni 8, 9, 10 iyundan gedir söhbət. Həmin günləri səbirlə başa vursanız, həftənin qalan günlərindən xoşa gəlməzlik gözləməyin. Çünki ulduzlar bu arada şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün sadəcə əzmkarlığınızı artırmağınız kifayətdir. Nəzərə alın ki, indi taleyinizdə yeni və böyük bir dönüşün başlanması ərəfəsindəsiniz. Oğlaq bürcü. Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki yeni həftənin elə ilk iş günündən bu istiqamətdə uğurlarınız bol olacaq. Siz əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, gələcək perspektivlərinizə yol açılsın. Ulduzlar təvəqqə edir ki, bu həftə heç kimə yalan vədlər verməyəsiniz. Su tökən bürcü. Bəri başdan nəzərinizə çatdıraq ki, ixtiyarınızda olduqca məsuliyyətli bir həftə var. Belə ki, iyunun 10-na qədər çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Amma xırda yanlışlıq sonraki günlərdə sizə zərər yetirə bilər. Yəni, ayın 10-dan sonraki günlərdə. Qarşılıqlı ünsiyyət zamanı egoistlik etməyin. Balıqlar bürcü. Ulduzlar həftə boyu maraqlı insanlarla görüşəcəyinizi bəyan edir. Bu, işgüzar əməkdaşlıq da ola bilər, ya dostluq, yoldaşlıq sferasında da ola bilər. Hətta sevgi aləminizdə, qəlbinizin o romantik desək, poetik desək, o qəlbinizin sevgi quşəsi boşdursa, ulduzlar kömək eləyəcək ki, o da olsun. Sadəcə qalır hərəkət eləmək, zövqlə ətrafa baxmaq və seçim etmək. Bütün hallarda Allah eşqin ürəyinizdən çıxarmayın. İstirahət günlərində uzaq səfərə çıxmağa dəyər. Yəni ayın 13-ü, 14-ü, hətta 15-i gün ortadan sonra səfərə çıxma planınız olsa, məmnuniyyətlə yerinə yetirin. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.